Salamlayıram hər birinizi, xoş gördük. Yeni bir Sneaker buraxılışında bugünkü qonağım Araz Marketlər şəbəkəsinin marketinq departament rəhbəri Ramil Ağayevdir. Ramil bəy, xoş gəlmisiniz. Salamlayıram Murad bəy sizi və izləyicilərimizi. Təşəkkür edirəm. Dəvətiniz üçün təşəkkür edirəm. Mən təşəkkür edirəm vaxt ayırdığınıza görə, həm də bugün qarlı bir gündə gəldiyinizə görə təşəkkür edirəm. Çox sağ olun. Ramil bəy, sürətli şəkildə sualıma keçmək istəyirəm. Bildiyim qədərilə karyeranızı Arazda başlayıb gəlmisiniz. Bir şirkətdə uzun müddət işləyib artım qazanmaq hansı çətinliklərlə sizi üzləşdirib, bir də hansı avantajları olub sizə görə? Əslində burada avantajları daha çoxdur və həm mənim perspektivimdən avantajları çoxdur, həm də şirkət perspektivindən avantajları çoxdur. Belə ki, mən artıq bir növ şirkətin DNA-sını bilirəm və şirkətlə bərabər inkişaf edirəm deyə bu həm mənim üçün bir motivasiyadır, həm şirkətdə çalışan bizim digər komanda yoldaşlarımız, hansı ki nəzərə alsaq ki, bizim şirkətlər qrupunda artıq 25 min nəfərdən çox əməkdaş çalışır və hər biri üçün də xüsusən yeni başlayan əməkdaşlarımız, yoldaşlarımız üçün də önəmli və maraqlıdır ki, mən və mənim kimi digər kadrların burada olması ki, yəni illərlə biz burada çalışırıq, xidmət göstəririk və əməyimiz, zəhmətimiz, uğurumuz qiymətlendirilir, dəyərləndirilir və burada biz sürətli şəkildə karyera yüksəlişinə nail ola bilirik. Mən artıq 12-ci ildir Araz Supermarketlər şəbəkəsindəyəm. Burada kiçik mütəxəssis kimi əmək fəaliyyətinə başlamışdım və bir çox strukturlarda nəzərə alsaq ki, mühasibatlıq strukturundan başlamışam çalışmağa. Hal-hazırda marketinqdə çalışıram, yəni müxtəlif strukturlarda çalışmışam və orada topladığım hər birində təcrübələr hal-hazırda mənim bugünkü fəaliyyətimə dəstək olur, yardımcı olur. Bir növ bir əzmkarlıq göstərmisiniz də. Yəni bura indiki marketinq direktoruğa gəldiyiniz yolda ən çox yaşadığı çətinlik nə olub? Ki məsəl üçün bu gün yəqin ki bizi izləyənlər düşünürlər ki, kiçik mütəxəssisdən mən necə qalxacam ora? Yəni çox uzun gəlir. Siz orada hansı çətinliklərlə qarşılaşmısınız? Əsas və onların necə üstəsindən gəlmisiniz? Əslində çətinliyin, problemin olması heç bir zaman qaçılmaz deyil və hər zaman mən öz çıxışlarımda, fikirlərimdə də söyləyirəm ki, problem olmamasını arzu eləməyək, problemin öhdəsindən gəlməyi arzu eləyək, bunun üçün çalışaq ki, fəaliyyətimizi elə quraq ki, problem çıxanda biz onu necə öhdəsindən gələ biləcəyik, necə onu minimum belə deyək, zərərlə, ziyarla atlaya biləcəyik. Mənim elə karyeramda da bu şəkildə olub. Bəli, doğru vurğuladınız. Təbii ki, çətinliklər olub, problemlər olub, narahatlıqlar olub, amma bunların hamısının öhdəsindən gəlmək üçün birinci növbədə əzmkarlıq, peşənin dərindən biliklərinə yiyələnmək, yəni təkcə burada nəzəri biliklər deyil, praktiki şəkildə sahədə digər komanda yoldaşlarımızla birlikdə çalışmaq və necə deyərlər, iş üzərində öyrənməklə bu problemlərin öhdəsindən gələ bilmişik, çətinliklərin öhdəsindən gələ bilmişik və təbii ki, şirkətdə yaradılan ədalətli və şəffaf mühit bizi səhv etməkdən qorxutmayıb, çəkindirməyib. Səhv etmişiksə sadəcə bunu bir təcrübə kimi dəyərləndirilib və növbəti dəfə necə edək ki, səhvimiz təkrarlanmasın deyə bir yanaşma olub deyə məncə bizim uğurumuzda elə bunun da bir avantajlısınız da digərlərinə baxanda. Bəs müəllim, marketinqə marağınız necə yaranıb? Yəni işlədikcə mi yaranıb yoxsa elə əvvəldən zaten bununla bağlı maraqlarınız olubmu? Zaten bildiyiniz kimi biz satış şirkətindəyik və satış şirkəti ümumilikdə elə marketinq onun belə deyək, hər bir sahəsində var. Baxmayaraq ki, mən maliyyədə də çalışmışam, satın almada da çalışmışam, franchisingdə çalışmışam, satış əməliyyatlarında çalışmışam, amma düşünürəm ki, işimizin hər bir nöqtəsində bir marketinq olubdur. Marketinqdə biz bir neçə əslində strukturu birləşdirə bilmişik marketinq çətri altında. Bura həm daxildir bazar araşdırması, həm daxildir kampaniyaların idarə olunması, mağaza daxili və çöl reklamların idarə olunması, daxili və xarici kommunikasiya, digital medianın idarə olunması, müştərilərlə əlaqələrin idarə olunması. Bu baxımdan mənim keçmişdə qazandığım təcrübələr bütün bu daxildəki strukturlara toxuna bilməyimə şərait yaradır və keçmiş təcrübəmdə də bu şəkildə olub. Bildirdiyim kimi, məsələn, biz satış komandasında çalışanda, ərazidə olanda, istər ofisdə olanda bizim bütün işimiz müştəriyə yönəlik olub. Müştərini anlamaq olub, müştərini araşdırmaq olub, onunla təmasda olmaq olub və həmçinin digər şirkətin bütün struktur vahidləri ilə, digər komanda yoldaşlarımızla sıx gündəlik kommunikasiyada olmuşuq. Və dolayısıyla elə həmçinin biz bu günə qədər mən gördüyüm işlərin hər birində bir marketinqdən məşğul olmuşam. Bu baxımdan belə deyək, bütün bu təcrübələrin toplanması sonunda mənim sırf marketinq departament rəhbəri kimi dəyərləndirməyimə
Onda müəllim siz səbəb tövsiyə oldu. edə bilərsiniz ki, məsələn bu günləri marketinq ixtisasını oxuyanlar və ya marketinqə yeni başlayanlar fərqli sahələrdə də işləmək onlara əlavə dəyər qatırmı, yoxsa sırf marketinqdə qalmaları daha mı uğurludur? Təbii ki, bütün sahələrdən məlumatlı olmaq bəzən çətin ola bilər, bəzən mümkünsüz ola bilər. Bütün şirkətlərin strukturu da bizim şirkətin strukturu kimi olmaya bilər. Böyük. Amma təbii ki, marketinqi təkcə kitablardan öyrənmək kifayət etməyəcək. Mütləqdir ki, sahədə olasınız, mütləqdir ki, digər toxunduğunuz strukturların iş fəaliyyətini dərindən biləsiniz ki, onları anlaya biləsiniz ki, onlara necə kömək edə biləsiniz. Düzdür. Misal, bizim işimiz müştəriyə xidmət göstərməkdir. Amma müştəriyə biz kimdən xidmət göstəririk? Deyək ki, ərazi əməkdaşlarımızdan, mağaza personalımızdan. Mən birinci öz mağaza personalım ilə, öz həmkarlarım ilə düzgün kommunikasiya qura bilməliyəm ki, onlardan da sonra gözləyim ki, bizim müştərilərlə düzgün kommunikasiya qura bilsinlər. Düzdür. Yəni marketinq bir növ bu yöndən yanaşmalıdırlar işə. Yəni təkcə ideya vermək, yaxşı reklam həlləri təklif etmək işin hələ çıxış yolu deyil Çox və ya gözəl. marketinqin uğurlu olması anlamına gəlmir. Çox qəşəng pointə toxundunuz. Çünki bugünkü gənclərdə müşahidə etdiyim odur ki, marketinqi sizin dediyiniz kimi sadəcə rəqəmsal, reklamlar və yaxud hansısa kreativlik üzərində görürlər. Amma ən bəsit olan müştəriyə toxunmaq və ya müştərini anlamaq, ən azından öz personalını anlamaq bu unudulub. Baxın, əgər biz biliriksə və deyiriksə ki, marketinq bir şirkətin bayraqdarıdır, öndə gedənidir, şirkətə üfüq göstərənidir, şirkətin bu gününü deyil, gələcəyini görəndir və düşünəndir, bu barədə fikir söyləyəndir. Demək ki, marketinqdə çalışan insan həm də 360 dərəcə şirkəti bilməlidir, şirkətin strategiyasını doğru anlamalıdır və ona hakim olmalıdır və sahiblənməlidir ki, həqiqətən də onun gündəlik fəaliyyətində marketinq aktivlikləri şirkətin strategiyasına kömək etmiş olsun, dəstəkləmiş olsun. Əks halda bu iş yenə deyirəm yarımçıq qalmış olacaq. Məsələn, o zaman nə baş verir? Satış marketinqi günahlandırır, marketinq satışı günahlandırır, ortada nəticə olmur, əziyyət çəkən şirkət olur. Bütün şirkətin necə deyim, kollektivi olur, şirkətin strateji hədəflərindən yayınması olur və ya o hədəflərə daha gec gedib çatmasına səbəb olmuş olur. Hamı bir-birinin üstünə atır və nəticə olaraq heç bir ortada bir şey olmur. Eynən. Bəs mən sizi bu günləri indi rəhbər şəxs olaraq yəqin ki, müsahibələrdə və yaxud yeni mütəxəssislərlə görüşlərdə olursunuz. Onlarda ən çox gördüyünüz minus nədir? Daha çox müşahidələrim onu göstərir ki, biraz qısa düşünürlər, uzun müddətli düşünmürlər. Daha qısa zamanda necə daha çox kar əldə edə bilərəm, biraz bura fokuslanırlar. Amma mən həm öz təcrübəmdən, öz yaşadıklarımdan və həmçinin müşahidə etdiklərim əsasında deyə bilərəm ki, qısa düşünmək lazım deyil. Uğur hər an gələ biləcək bir faktordur, amma o qədər tez gələcək bir faktor da deyil. Kimdəsə tez də gələ bilər, amma bu o demək deyil ki, biz onu hamımız tez gəlməsini istəməliyik. Əksinə uğur biraz əlçatmaz olanda, biraz onun üçün əziyyət çəkəndə daha şirin olur və hətta daha qalıcı olur. Daha qalıcı Yəni olur. gənclərdə biraz bu məsələdə sanki Tez vəzifə istəyirlər. Bəli. Vəzifəni tez istəyirlər. Tək vəzifə deyil, ümumiyyətlə həyatda hər şeyin sanki biraz daha asan olmasını istəyirlər, uğurun daha yaxında olduğunu düşünürlər və bu da biraz onların təkcə iş karyeralarında deyil. Düşünürəm ki, hətta həyat karyeralarında da, şəxsi həyatlarında da mənfi nəticələrə səbəb ola bilər. Bəzən demotivə olmalarına səbəb ola bilər. Nəzərə alsaq ki, insanlar bəzən biz motivasiyanı kənarda axtarırıq, amma unuduruq ki, elə ən böyük motivator elə biz özümüz öz motivatorumuz. Və bunun üçün biz nə etməliyik? Uğur üçün çalışmalıyıq, zəhmət göstərməliyik, öz hədəflərimizi müəyyən etməliyik və bu hədəflər uğrunda pillə-pillə irəliləməyin düşüncəsində olmalıyıq. Nəinki birinci pillədən həmən 10-cu pilləyə atlamağı düşünürük. Bu zaman ya uğursuz oluruq, ya da 10-cu pillədə çox qala bilmirik. Çox qala bilmirik. Və sonra 10-cu pillədə olduğumuza görə geridə qayıtmaq egomuza təsir edir. Bəli, bir mənalı şəkildə. Bəs mən bu günləri bu gənc nəslin bu cür düşüncə tərzini siz nədə günahlandırırsınız? Yəni məsəl üçün mən 90-lardanam. Böyük ehtimal siz 90-larsınız. Bizim düşüncə tərzimiz, təfəkkürümüz tam fərqli idi. Biz daha çox hər şeyi zəhmətlə, əziyyətlə çata biləcəyimizi düşündüyümüz halda bunlar fərqli. Bu sosial mediadan mı qaynaqlanır, yoxsa təhsildən mi qaynaqlanır, yoxsa ümumi cəmiyyətin dəyişikliyidirmi? Siz bunu necə müşahidə edirsiniz? Burada açığı konkret bir günahkar axtarmaq biraz düzgün olmaz. Bəlkə də ümumiyyətlə günahkar yoxdur. Sadəcə dövrün tələbi, necə deyirlər, ümumi dünyamızda gedən dəyişikliklər, məsələn, son illərdə xüsusən yaşanılan maliyyə böhranları olsun, Covid kimi bir pandemiya olması olsun, hansı ki biz bilmirəm, bəlkə də son 100 ildə belə bir pandemiya təkrarlanmamışdı ki, yaxın illərdə baş verdi. Bunlar hamısı cəmiyyətin
dəyişkənliyinə səbəb ola bilər, insanların fikirlərinə təsir etmiş olur. Bu biz özümüzdə də düşünürəm ki, hiss edə bilirik. Burada təbii ki, bütün faktorlar təsir edə bilir. Və amma bu deməzdim ki, qorxulu bir nüanslardır, həll olunmaz bir məsələlərdir. İndiki gənclərin də çox müsbət və üstün cəhətləri və tərəfləri var, hansı ki, dediyiniz elə sosial mediadan aktiv şəkildə istifadə edirlər, internet resurslarından, kompüter biliklərini daha geniş inkişaf etdirə bilirlər, daha çevikdirlər, daha yaradıcıdırlar, daha çox fikir söyləyə bilirlər, xüsusən tənqidi fikirlər söyləyə bilirlər və bundan çəkinmirlər və bu da onların müsbət deyərdim ki, tərəfləridir. Sadəcə burada əslində iş bizlərə düşür. Kimlərin ki, müəyyən səlahiyyət sahibləridirlər, qərar verən şəxslərdirlər. Onlar düzgün yönləndirmə etdirməlidirlər bu gəncləri. Məsələn, bizim komandada da gənc, necə deyirlər, Z nəsli nümayəndələri var. Mən onlarla gündəlik ünsiyyətdə olmaqdan zövq alıram. Onların fikirlərini dinləyirəm. Şərait yaradıram ki, komandamızda onlar fikirlərini söyləsinlər, təkliflərini versinlər və bir çox zaman da o təkliflərdən biz müsbət mənada faydalanırıq və ümumi bizim işimizə, şirkətimizin faydasına yararlanmış oluruq. Əslində bir balansı rəhbər qoruya bilirsə, onun da müsbətindən, bunun da müsbətindən istifadə edib uğur qazana bilərsiniz. Siz gənc mütəxəssislərə, gənc marketoloqlara karyera ilə bağlı hansı tövsiyələr verərdiniz? Təkcə marketoloqlara yox, ümumiyyətlə gənclərimizə biraz öncə də bildirdiyim kimi öyrənməkdən çəkinməsinlər, yorulmasınlar. Təlimlərdə iştirak etsinlər, forumlarda iştirak etsinlər. Yəni öyrənmək təkcə kitab oxumaqdan ibarət deyil. Geniş bir internet resursları var əllərində. O resurslardan müsbət yönlərdə istifadə etsinlər. Zamanlarını boşa sərf etməsinlər. Yaxşı əlaqələr qurmağı bacarsınlar. Düzgün insanlarla düzgün kommunikasiya qurmağı bacarsınlar və hər bir addımlarında öyrənməklə məşğul olsunlar. Hər gün nəsə öyrənsinlər. Mütləq ki, nəsə öyrənmək lazımdır. Mən özüm də hər gün öyrənirəm. Biraz öncə dediyim kimi bəzilərini kitablardan öyrənirəm, bəzilərini internet resurslarından, bəzilərini rəhbərlərimdən, bəzilərini həmkarlarımdan, hətta bəzilərini əməkdaşlarımdan öyrənirəm. Və bu bizi həqiqətən inkişaf edir və mən gənclərə də bunu tövsiyə edirəm. Və həmçinin öyrənməklə bərabər nəzəri biliklərlə yanaşı praktiki əməkdən, zəhmətdən çəkinməsinlər. Nə zaman yaxşı iş olar, nə zaman yüksək maaşlı iş olar, mən gedib işləyərəm yanaşmasından çıxmaq lazımdır. Super. Həmən harda lazımdırsa, harda fürsət varsa elə oradan da başlamaq lazımdır. Aşağı maaş ola bilər, biraz çətin iş görsənə bilər. Ola bilər ki, düşünər ki, bu mənim təhsilimə uyğun deyil, mənim bacarığımın daha aşağısında olan bir işdir, amma bəlkə bu bir sınaq mərhələsidir, sınaq dövrüdür. Bundan qorxmaq lazım deyil. Əgər sən öz bacarığına, biliyinə əminsənsə və güvənirsənsə, ona da əmin ol ki, sən o çalışdığın yerdə dəyərləndiriləcəksən. Orada dəyərləndirilməsən, kənardan başqa bir şirkətdən səni görüb alıb orada dəyərləndirəcəklər. Həqiqətən onu deyəcəkdim. Bizim şirkətdə məsələn ötən il 2024-cü ildə 165 nəfər təcrübəçi kimi proqramlarda iştirak edib, onun 70 nəfərindən çoxu təqribən 50%-ə yaxını artıq işlə təmin olunub. Yəni qısa bir müddət ərzində onlar 3 aylıq, 6 aylıq təcrübə proqramlarına qoşulublar, amma sonra bu şirkətdə qalıb daimi işlə təmin oluna biliblər. Bu da onlar üçün yaradılmış bizim şirkət tərəfindən bir fürsətdir və mən bilirəm ki, tək bizim şirkət deyil, digər şirkətlərdə də bu kimi fürsətlər var. Gənclər bunu dəyərləndirə bilərlər. Bəli, yəni Araz kimi çox böyük işə götürənlər var ki, artıq məsəl üçün mənim dövrümdə bu şanslar daha az idi. Sizin dövrünüzdə təcrübə proqramları az idi, təcrübə şansları az idi, öyrətmə kimi şanslar az idi. Amma bu günləri çoxdur, amma bundan istifadə eləmək lazımdır. Sizin dediniz ki, biraz əlvi daşın altına salıb əziyyət çəkmək lazımdır. Bəs mən ümumi dünya trendlərində marketinqin gedişatını necə qiymətləndirirsiniz? Hansı dəyişikliklər gözləyirsiniz və yaxud Azərbaycanda öz sektorunuzda hansı dəyişikliklər olacaq sizcə? Ən böyük günümüzdə danışılan məsələ bilirsiniz ki, artıq süni intellekt məsələsidir. Elə buna da aydınlıq gətirmək istəyirəm ki, bir çoxları çəkinir, qorxur süni intellektdən, müəyyən peşələrinin əlindən çıxacağını düşünürlər və ya işsizliyin yaradılacağını düşünürlər, amma mənim fikrim və araşdırmalarım onu göstərir ki, bu qətiyyən belə deyil. Birinci biz bilməliyik və qəbul etməliyik ki, süni intellektin özünü də yaradan insandır. Yəni bunun arxasında bütün hallarda insan əməyi dayanır, insan zəhməti dayanır. Sadəcə bu nə ilə nəticələnə bilər? Müəyyən peşələr bəli, sıradan çıxa bilər, normaldır. Zaten bu süni intellekt olmayanda illər öncə digər texnologiyalarda çıxanda bu proseslər baş vermişdi. Bəli. Burada yeni peşələr ortaya çıxacaq. Hansı ki o süni intellektin idarə olunması üçün texnoloji biliklər və sair məsələlər irəli çıxacaq. Onları öyrənmək lazımdır, o istiqamətə yönəlmək lazımdır. Bundan başqa süni intellektin özünün
inkişafını mən görürəm və digər bir çox peşələrdə inkişafına dəstək olduğunu görürəm. Məsələn, heç sir deyil ki, son dövrlərdə biz izləyirik xarici mediadan elə sosial şəbəkələrdən ki, artıq süni intellekt əsaslı reklam çarxları çəkilir, musiqili kliplər çəkilir. Birazdan sonra düşünürəm artıq filmlər çəkilməyə başlanılacaq. Bu istiqamətdə inkişaf gedir və təbii ki, marketinq trendi də bu yönə gedir. Yəni süni intellektin imkanlarından faydalanmaq, onu önə çıxarmaq. Bizdə də bu trend başlayıb. Biz də Araz marketinq olaraq bəzi sosial media paylaşımlarımızda artıq bu toxunuşlardan istifadə etmişik. Bəzilərini qabarıq formada etmişik ki, insanlar bilsinlər, görsünlər. Bəzilərini belə deyim, adi izləyicilər onu sezə bilmir, amma artıq biz onu öz işimizdə tətbiq edirik. Çünki trend ora gedir. Biz də Araz olaraq daim trendi izləmək deyil, trendi yaratmaqda maraqlıyıq. Ona görə elə Araz marketinq olaraq artıq biz bu sahəyə yönəlmişik. Bu süni intellektin imkanlarını hər gün öyrənirik və necə inkişaf edə bilərik onun üzərində düşünürük. Məsəl üçün marketlərdə biraz daha marketlər ənənəvi biznes sayılır da, daha istehlakçı üzərindən qurulmuş bizneslərdir. Buradan hansı süni intellektlər istifadə oluna bilər? In-marketin içərisində, yəni marketin içindən daha çox düşünürəm. Məsələn, biz hal-hazırda Araz mobil tətbiqində süni intellekt əsaslı chatbot yaratmışıq. 24/7 insanların müraciətini Araz Baba chatbotu cavablandıra bilir. Bundan başqa ofisimizdə müəyyən bir əməliyyatlarımızın robot texnikalarla idarə olunması üzərində düşünürük, fikirləşirik. Mağazalarımızda isə özünə xidmət kassaları var. Bunu illər öncə ilk dəfə Azərbaycana biz gətirmişdik. Bir mağazamızda test etmişdik, amma onun texniki imkanları bugünkü qədər geniş olmadığı üçün rəğbət qazanmadı müştərilərimiz tərəfindən. İndi var. Daha sonra bir neçə rəqiblərimiz bunu təkrarladılar. Onlar da bu şəkildə davam etdilər. Bu il 2024-cü ildə biz 3 mağazamızda yenidən özünə xidmət kassalarının müştərilərin istifadəsinə verdik və burada üstünlüklər nə idi? Artıq onun yazılım hissəsi Azərbaycan dilindədir, interfeysi. Müştərilər Azərbaycan dilində oxuya bilirlər. O şəkildə müraciət olunur müştərilərə və məhsulları çəkə bilir. Əvvəlki özünə xidmət kassalarında çəki məhsullarla bağlı problemlər yaşanırdı. İndi o özünə xidmət kassalarının tərəziləri də var. Birbaşa müştərilər orada çəkib ödəniş edə bilirlər. Bundan başqa müştəri kartının istifadəsi olsun, ödəniş imkanları daha genişdir bu kassaların və bu yöndə biz işimizi davam elətdirməyə düşünürük. Müəyyən layihələr var. Hələ ki belə deyim, müzakirə ərəfəsində olduğu üçün mən tam da elan etmək istəmirəm, amma bəs onlayn marketdən çatdırma niyə Azərbaycanda tutmadı? Tutmadı deyə bilmərik. Var. Biz də hal-hazırda bu ölkədə olan digər partnyor şirkətlərdən biri ilə, çatdırılma şirkətlərdən biri ilə əməkdaşlıq edirik. Çox da pis deyil və həmçinin bizim rəqiblər də bu metoddan istifadə edirlər. Hətta bəzilərinin özünün onlayn satış kanalları var və illərdir var. Düzdür, pandemiya dövründə bu bir pikini yaşadı. Pandemiyadan sonra geri gəlməsi normal idi. Bu həm də nə ilə bağlıdır? Bizim insanların, millətimizin belə deyək, genindən, qanından gələn bir məsələdir ki, biz bir çox hallarda nəyisə alırıqsa, ona toxunmaq istəyirik, onu hiss etmək istəyirik. Bu da normal bir haldır, normal bir vərdişdir. Bunun illər sonra dəyişəcəyini düşünə bilərik, amma bəlkə də heç bir zamanda dəyişməyəcək. Bunun da pis tərəfi yoxdur. Alış-verişin özü də bir çox insanlar üçün əyləncədir. Bəli. Elə mənim özüm də məsələn alış-verişdən etməkdən zövq alıram. Bu gün səhər də ilk işim Araz marketi ziyarət etmək olub. Oradan alış-veriş etmişəm. Həqiqətən maraqlıdır. Yəni sən o məhsula toxunursan, onu hiss edirsən, bir baxırsan, qiymətinə baxırsan, çeşidinə baxırsan. Bunlar hamısı bir növ bir əyləncədir, dəyər yaradır. Çıxırsan, yoldaşından gedirsən, bir bazarlıq edirsən. Bəli, yəni bu da bir dəyərdir deyə düşünürəm. Yəni biz Araz market şəbəkəsi olaraq insanlarımız üçün, müştərilərimiz üçün hər zaman bir ailə mühiti yaratmaq istəyirik. Həm əməkdaşlarımız üçün, həm müştərilərimiz üçün. Elə bir mühit yaratmağa çalışırıq ki, bizim müştərilərimiz mağazalarımızda özlərini öz evlərindəki kimi hiss etsinlər, qonaq kimi hiss etməsinlər. Bunun üçün də onlaynda bu hissi vermək biraz çətindir. Onlayn ticarət sadəcə anında hər hansı vacib ehtiyacların qarşılanması üçün istifadə olunur. Bu şəkildə uğurludur. Mən özüm də onlayn ticarətdən istifadə edirəm. Elə Arazdan onlayn sifarişlər verirəm bəzən. Olur, çatdırılma edirlər. Bu da mənim üçün faydalıdır. Amma dediyim kimi o yerində toxunuşun qarşılığını vermir. Ən böyük məsələ, səbəb düşünürəm ki, bu məsələdir. Bəs məsələn Amerikada artıq insansız marketlər aktuallaşır və çoxalır. Bu günləri sizin bir planınız varmı? Əslində çoxalır deməzdim. Bir neçə nümunələr oldu. Avropada da var. Bunlar sadəcə bir neçə nümunə deyə düşünürəm və görürəm. Testi, yəni bizdə də bu var deyə atılmış bir addımdır. Azərbaycanda da biz və ya başqa kimsə bunu ilk nə vaxtsa edə bilər.
Amma düşünmürəm ki, bu yayğın olacaq. Yenə deyirəm, bütün bunların arxasında bir insan əməyi, zəhməti dayanır. Xüsusən gündəlik tələbat məhsullarında bu biraz fərqlidir. Hər gün hər bir şəxs təzə-təzə almaq istəyir, təzə-təzə faydalanmaq istəyir. İnsan var ki, həftədə 4 gün, 5 gün mağazaya gedir. Hansı ki, onu bir gündə alıb yerləşdirə bilər evinə, amma o maraqlıdır ki, hər gün getsin, eyni məhsulun hər gün gələn təzəsini alsın. Yəni onlaynda o insansız mağazalarda və s. bu hissi vermək çətindir və hətta mümkünsüzdür. Mən olmayacaq demirəm, olacaq, amma tam %100 dəyişəcək. Yenə deyirəm, Amerikanın özündə bu illər əvvəl başlasa da hələ də oranın böyük marketlər şəbəkələri insanla işləyir. Məsələn, təsadüfi deyil ki, Walmart dünyanın ən böyük supermarketlər şəbəkəsidir, bizim sektordadır. 2.5 milyon nəfərdən çox əməkdaşı var. Yəni əgər onların belə bir həlləri olsaydı, belə bir imkanları olsaydı, düşünürəm ki, bu addımı çoxdan dəyişmiş olardılar. Amma gələcəkdə heç olmayacaq deyil. Təbii ki, ola da bilər. Amma bu yaxın gələcəkdə görünmür. Yəni 2-3 il, 5 il ərzində görünəcək bir siyasət deyil deyə düşünürəm. Çində misal üçün böyük marketlərdə bunu eləməyi seçmədilər. Daha çox xırda marketlərdə və xırdavat alış-verişləri, yəni içki, alkoqol, beverage adlandırdığımız sneklər ala biləcəyimiz yerlərdə avtomatik elədilər və insan əməyindən çıxartdılar. Amma misal üçün qida məhsulları, hansı ki süd və yaxud un məlumatlar aldığımız yerlərdə, amma onlarda da Çinlərdə də belə insan faktoru var. Çünki yaxınlaşıb soruşmaq istəyirsən ki, bu nədir, bu niyə belədir, ya da ki, bu təzədirmi? Ən azından təzədirmi sualını da vermək istəyən bir insan istəyir. Düşünürəm ki, insan faktoru biraz keçmişdən qalan bir şeydir. Məsəl üçün mənim ailələrimiz, yaşlılarımızın belə bir sözü var idi. Bazara gedirdi, daddırırdı. Marketlərdə məsəl üçün gastronomi ilə packing bölməsində düz bilmirəm, satışda nə qədər fərq eləyir, amma hələ də fikir verirsiniz də, orta yaşlı insanlar gastronomiyə yaxınlaşır. Gənc nəsil gedir paketləmədən alır. Sizcə bu ənənə zamanla gastronominin ləğvinə aparacaq, yoxsa biz də mi yaşlandıqca gastronomiyə daha çox keçəcəyik? Dəyişə bilər. Bu trend böyük ehtimalla ki, dəyişəcək. Çünki artıq biz insanların daha çox paketlənmiş məhsullara yönəldiyinin şahidi oluruq. Hətta biz özümüz də mağazalarımızda artıq çəki ilə əvvəllər satılan məsələn bakliyat məhsullarını indi artıq istehsal müəssisəmizdə onlar paketləşdirib müştərilərin istifadəsinə təqdim edirik. Çünki burada gigiyena səbəbləri var, keyfiyyətin qorunması məsələləri var və daha istifadəyə yararlıdır, belə deyim, və artıq müştərilərin ora yönəldiyini görürük. Və bu məsələnin, bu tendensiyanın illər sonra dəyişəcəyini düşünürəm. Yəni o gastronomi dediyiniz siz anlayış böyük ehtimalla ki, aradan çıxacaq. Yəni bu o texnologiyanın gəlməsinə daha sürətli baş verəcək bir faktordur. Artıq o istiqamətə də gedir. Yəni müştəri alışqanlıqları, davranışları günü-gündən dəyişir. Bəs ümumiyyətlə siz araşdırma eləyirsinizmi ki, marketin içərisindəki rəflərin düzülməsi, rəf hərəkətləri, bununla bağlı insanların vərdişləri izlənilirmi? Hər hansı bir orada bir databaza toplayırsınızmı? Bunlar databazadan çox best practice-lərə belə deyək də söykənibdir. Çünki Azərbaycanda retail sektorunun inkişafı son 10 ilə dayanır, amma bizim qonşu Türkiyədə artıq 50 ildir, 40 ildir ki, bu ticarət şəbəkələri fəaliyyət göstərir. Gürcüstanda, Rusiyada bizdən daha öncə başlayıb. Hələ mən Avropanı demirəm, Amerikanı demirəm ki, onlar da daha irəlidədirlər bizdən və təbii ki, biz də bu öncül ölkələrdən öyrənirik, onların təcrübəsindən faydalanırıq, keçmiş təcrübələrə dayanaraq və artıq özümüzün də nəzərə alsaq ki, Araz olaraq artıq 14 illik bir təcrübəmiz var və kifayət qədər gəldiyimiz bir yol var. Bayaq dediyim kimi orada səhvlər də var, kifayət qədər səhvlər var. Artıq bu səhvlərdən öyrəndiklərimiz var, doğrulardan öyrəndiyimiz var. Təbii ki, burada müştəri araşdırmaları, müştərilərin feedbackdə hamısını öz sözünü deyir və bütün bunların nəticəsində, yəni bu məsələlər, dediyiniz məsələlər hər gün, hər ay dəyişə biləcək məsələlər deyil. Bunlar struktursal bir məsələlərdir, daha uzun müddətlidir, illərlə bəlkə dəyişmir. Çünki bunların arxasında sağlam data analitika dayanır. Təbii ki, bu data analitikasız mümkün deyil. Bunlar hamısı olunur, var. Daha həssas yanaşırsınız da bunlara. %100, bəli. Və bunların nəticəsindədir ki, biz müştəri məmnuniyyətini ölçürük. Tam səmimi deyim, sizdə daha səliqəli hiss edirəm. Çox üzrən bölürəm. Yəni Araza girəndə mən özümü hərəkət bucağı olaraq daha komfortlu hiss edirəm. Yəni sanki daha rahat tapa bilirəmmi deyim məhsulu. Amma digərlərində bəzən biraz o çətinlik çəkə bildiyim olur. Ola bilər. Yəni biz o məsələdə daha həssas yanaşırıq, daha diqqətli olmağa çalışırıq, müştərilərimizlə ünsiyyətli olmağa çalışırıq. Onlardan fikirlərini toplayırıq və işimizi müştəri yönümlü etmişik. Yəni bizim işimizin mərkəzində müştəri dayanır. Düzdür, şirkətin strategiyaları var, şirkətin qaydaları var, tələbləri var, amma bu qaydalar, bu tələblər, bu strategiyaların özü də bir çox hallarda müştərilərin maraqları üzərindən, müştərilərin feedbackləri üzərindən formalaşır deyə biz müştəriyə özümüzü daha yaxın hiss edirik.
Ona görə müştəri nə istəyirsə çox zaman elə Araz onu verir. Bir dənə sualım var. Məsəl üçün dediniz ki, 10 ildir də bizə market sektoru yaranıb və güclənmə. Məsəl üçün 10 il bundan qabaq marketlər istehsalçılardan asılı idi, amma bu günlər artıq bir növ, yəni mədəni şəkildə desə istehsalçılar marketlərdən asılı. Necə oldu ki, marketlər birdən-birə bu gücü qazandılar? İstehsalçılar burada biraz düzəliş edim əslində. Asıllıq yoxdur. Əksinə retail sektoru yerli istehsalın inkişafını dəstəkləyir. Biz elə baxsaq ki, 10 ildə Azərbaycanda retail sektorunun inkişafı özü ilə yanaşı kənd təsərrüfatının və yerli istehsalın inkişafına gətiribdir. Niyə görə? Çünki market şəbəkələri yerli istehsalçıları və kənd təsərrüfatını logistika məsələlərində dəstəkləyir. Elə marketinq məsələlərində dəstəkləyir. Yəni siz düşünün, bir kiçik bir sahibkarsınız, yerli istehsalçısınız. Bu gün böyük supermarket şəbəkələri yoxdur ölkədə. 3000, 5000 satış nöqtələri var. Siz bir məhsul istehsal etməlisiniz. Bir işçi qüvvəsi saxlamalısınız ki, gedib o 3000, 5000 satış nöqtəsi ilə hər biri ilə ayrı-ayrı bazarlıq etsinlər. Hər biri ilə ayrı-ayrı danışıq şərtləri razılaşsınlar. Sonra onların hər birinə ayrı-ayrı məhsul çatdırmalısınız. Sonra onların hər birindən ayrı-ayrı ödənişləri toplamalısınız. Buna qədər məhsulun reklamını aparmalısınız, marketinqini aparmalısınız ki, ümumiyyətlə o müştəri sizdən o məhsulu alsın. Sonra o müştəri son tükəticiyə, son istehlakçıya onu necə təqdim edəcək? Bunun üçün əlavə bir sistem, proqram qurulmalıdır və sair məsələlər. Amma indi tam tərsini düşünək. Siz yenə həmin istehsalçısınız, istehsal edirsiniz məhsulu. Bir şəbəkə var, hansı ki 300, 500 və ya 1000 mağazası var. Onunla bir dəfə danışıq aparırsınız, şərtləri bir dəfə razılaşdırırsınız. Məhsul istehsal olundu. Ondan sonra həmin şirkətin bir anbarına məhsulu təhvil verirsiniz. Artıq o şirkət özü məşğul olur. O məhsulu necə reklam edəcəyi, mağazasında necə sərgiləyəcəyi, son istehlakçıya necə təqdim edəcəyi, onu mağazalarına çatdıracaq və s. Çünki artıq burada maraqlı tərəf istehsalçıdan çıxır, keçir retailin üzərinə ki, mən də maraqlıyam o məhsulun satmasından. Çünki mən də orada qazanc əldə etmək istəyirəm və mən müştərimi məmnun etmək istəyirəm, ona daha çox seçim vermək istəyirəm. Bu baxımdan retail yerli istehsalın inkişafına ciddi dəstək göstərir. Həmçinin kənd təsərrüfatı məsələsində. Deyək ki, fermer bilmir məhsulunun əkini ilə məşğul olsun, biçini ilə məşğul olsun. Sonra oturub düşünür ki, onu harda satacağam, neçəyə satacağam, yağış olur, qar olur, hava şəraitindən asılı olaraq zərər ziyanlar ola bilər, çətinliklər yaşaya bilər fermer. Eyni məsələdir. Bir şəbəkə gəlir fermerin yanına, öncədən plan verir ki, misal, bu qədər kartof istəyirəm sizdən. Siz də hesab edirsiniz ki, bu qədər kartof əkmək üçün mən nə qədər toxum lazımdır, nə qədər işçi qüvvəsi lazımdır, nə qədər ərazi lazımdır. Bütün bu planlama əsasında işinizi başlayırsınız görməyə. Məhsulunuzu əkirsiniz, biçirsiniz və həmin o retailda mütəmadi sizdən kontaktda olur, gəlir, yerində prosesi izləyir, əmin olmaq istəyir ki, həqiqətən zamanında o verdiyi plana uyğun məhsulu əldə edə biləcək. Məhsul tam hazır olanda keyfiyyət yoxlanışlarından keçdikdən sonra müəyyən sertifikatlaşma, sənədləşmə işləri görüldükdən sonra yenə eyni qaydada retail sizdən malı alır. Artıq onun dərdini yenə siz çəkmirsiniz ki, piştaxtada necə sərgilənəcək, hansı qiymətə satılacaq, digər məsələlər necə olacaq və s. O daşımasıdır, sərgilənməsidir, qiymət təyin olunmasıdır, müştəriyə təqdim olunmasıdır, onun kommunikasiyası və s. Bunu hamısını retail icra etmiş olur. Yəni bu səbəbdən ciddi şəkildə, yəni Avropada, dünyada da bu belədir. Retail dəstəkçidir. Bəli, yəni ciddi şəkildə yerli istehsalın inkişafına dəstəkdir. Bizim də əsas şirkət olaraq strategiyalarımızdan, prioritetlərimizdən biri yerli istehsalı dəstəkləməkdir. Və siz özünüz nə yerli istehsal edəcəksiniz? Yəni Araz öz markasını yaratmağı fikirləşir məhsullar üzrə. Bizim öz şəxsi markalarımız var, amma bunu biz özümüz istehsal etməkdə deyil, dediyim kimi digər yerli istehsalçılarla əməkdaşlıqda maraqlıyıq ki, onların da inkişafına dəstək olar. Amma özümüzün xonça istehsalat fabrikimiz var ki, hansı ki, bişinti, şirniyyat məhsullarını biz istehsal ilə məşğuluq. Gündəlik olaraq müştərilərə təzə, keyfiyyətli, isti məhsulları təqdim edirik. Şirniyyat məhsulları, bişinti xonça Arazın məhsulları. tərkibindədir. Bəli. Həmçinin mağazalarımızın bir çoxunda siz görürsünüz təndir çörəkləri, digər növ çörəklər biz istehsal edirik, müştərilərimizin xidmətinə təqdim edirik. Bundan başqa bayaq dediyim kimi paketləmə bizim təsisimiz var, hansı ki o dənli bitkilər çək şəkildə alınır, paketlənir, mağazalara yönləndirilir. Və eyni şəkildə ət təsis müəssisəmiz var ki, yerli fermerlərdən yerli iri başlı, kiçik buynuzlu heyvanlar alınır, kəsim məntəqələrində kəsilir, yoxlamalardan, baytarlıq yoxlanışlarından keçəndən sonra bizim təsis müəssisəsinə gətirilir. Orada emal olunaraq, hazırlanaraq mağazalara satış üçün göndərilir və ya müəyyən bir hissəsi paketləməyə verilir. TAC
adında siz mağazalarımızda premium belə deyək segmentdən olan sümüklü və sümüksüz steak ətlərinin satışını görə bilərsiniz. Onlar keyfiyyət olaraq premium segmentdədirlər, amma qiymət olaraq orta və aşağı segmentdədirlər. Çünki yenə bu yerli istehsaldır. Özümüzün paketləmə təsisimizdir. Yəni bunlar bizi müəyyən xərclərdən azad edir və biz müştəriyə daha avantajlı qiymətə məhsul təqdim edə bilirik. Yoxlayaram. Mütləq. Tövsiyə edirəm. Yoxlayıb feedback verərəm. İnşallah. Bəs belə bir sual vermək istəyirəm, biraz çıxım. İndiyə qədər rəhbərlik elədiyiniz pozisiyada ümumiyyətlə Araz marketin içərisində yaşadığınız ən stressli dövr və yaxud stresli an hansı olub? Belə deyim, zaten rəhbərin elə xüsusiyyəti o stresin idarə olunmasındadır. Stres hər an ola bilər. Stressiz rəhbərlik mümkün deyil. Çünki işimiz həcmi böyükdür işimizin. Kollektivimiz böyükdür, komandamız böyükdür. Müştərilərimiz var və həmin müştərilərdir ki, onlar hər biri gündəlik ərzaq məhsullarının alışında maraqlıdırlar və biz o sahədə fəaliyyət göstəririk və hər bir bizə gələn müştəri bizdən yüksək keyfiyyət istəyir, aşağı qiymət istəyir, yüksək xidmət istəyir. Və təbii ki, bunların hamısını eyni anda təklif etmək, eyni anda təqdim etmək çətindir. Çox. Və təbii ki, bu çətin işin arxasında böyük bir zəhmət dayanır, əzm dayanır. Bu səbəbdən də stresi biz idarə edə bilirik. Bunun üçün müəyyən təlimlər almışıq zamanında, müəyyən çətinliklərdən keçmişik. Artıq o stresslər bizi qorxutmur. Gərginliyə davamlılığımız bizə kömək edir o prosesləri idarə etməyə. Amma ümumilikdə götürsək yenə deyirəm, məsələn, pandemiya dövründə çətinliklər oldu. Hamı kimi bizim də işimizdə biz iş elə idi ki, biz bağlana bilmirdik, qapana bilmirdik. Müəyyən o günlər vardı ki, tam qapanmaların kənarında biz işləyirdik. Bizim üçün əlavə bir stres yaşadırdı ki, həm özümüzün sağlamlığımızı qorumalıydıq, həm də müştərilərimizə yenə keyfiyyətli məhsulu təqdim etməkdə davamlı olaraq fəaliyyət göstərməliydik ki, insanlar da bir çətinlik yaşamasın alıcılıqla bağlı. İstədiyi məhsulu yenə eyni qaydada, eyni vaxtında ala bilsinlər, tapa bilsinlər. Və bundan əvvəl bəli, müəyyən o devalvasiya dövründə oldu, biznes olaraq müəyyən çətinliklər oldu və s. Yəni bu böyük qlobal stres dövrləri deyə bilərik, amma digərləri rutindir, daha lokal xarakter daşıyır. Bir də sizin üstünlüyünüz var. Ya artıq 12 il işlədiyiniz üçün demək olar ki, bütün situasiyaları az çox yaşamısınız və artıq ona qarşı bilirsiniz nə etməli olduğunuzu. Bəli. Ən önəmlisi burada dediyim kimi biraz şəxsə bağlı bir məsələdir ki, problemdən qorxmaq lazım deyil, çətinlikdən qorxmaq lazım deyil. Əksinə üzərinə getmək lazımdır, həll yollarını axtarmaq lazımdır və mütləq ki, tapılacaq. Və nəzərə almaq lazımdır ki, heç bir yerdə biz tək deyilik. Ətrafımızda deyək ki, şəxsi həyatımızda ailəmiz var, dostlarımız var, iş həyatımızda iş yoldaşlarımız var, komanda yoldaşlarımız var. Bizdən də daha yuxarı rəhbər vəzifəli şəxslər var və düzgün kommunikasiya quranda, düzgün qaydalarla işləyəndə, ədalətli iş mühiti yaradanda bu problemlərin heç birini həll etmək çətin olmur. Hər birinin həlli yolu var. Dediyim kimi qorxmamaq lazımdır. Üstünə getmək. Bəli, problemin üstünə həll yolu ilə getmək lazımdır. Yəni problemi biraz da böyüdəndə biz oturaq bütün gün deyək ki, bu problem var, bu problem var. Yəni o problem həll olunmayacaq. Əksinə biraz da böyüyəcək. Yaxşı, problem var, okey. Mən bunun həlli üçün nə edə bilərəm? Mən niyə kimdənsə nəsə gözləməliyəm? Birinci, mən özüm təkliflə getməliyəm. Həm mənim daha yaxşı təklifim yoxdursa və ümumiyyətlə yoxdursa kimdənsə də təklif istəməliyəm. Yenə oturub gözləməli deyiləm. Yəni bəzən burada qarışdırılır məsələlər ki, hamı kimdənsə nəsə gözləyir. Gözləmək lazım deyil də. Yəni lazımsa sən birinci addımı atmalısan. Niyə gözləyək ki, kimsə birinci addımı atsın? Gözəl dediniz. Mənim müdürüm həmişə deyirdi ki, bir marketoloq axtarıb tapa bilmirsə, demək ki, hələ marketoloq olmayıb. Həqiqətən, çünki bir şey özünü axtarıb tapa bilmirsənsə və yaxud kimdə olduğunu da bilmirsənsə, demək ki, problem var da. Ən azından kimdəsə bunun həlli olacaq. Məsələn, növbəti hədəfiniz nədir? Yəni artıq ölkədə bir 50 dənə böyük şirkət varsa, bir Araz marketi və onun siz artıq marketing direktorusunuz. Bundan sonraki hədəfiniz nədir? Bundan sonraki uzun müddətli hədəfim də yenə VSO-lu şirkətlər qrupunda qalaraq VSO-lu şirkətlər qrupu ilə bərabər inkişaf etməkdir. Daha da böyüməkdir. Çünki ölkə iqtisadiyyatımız da günü-gündən inkişaf edir. Ölkədə tam rəqabətçil bir biznes mühiti var və təbii ki, rəqabət çətinləşdikcə, rəqabət dərinləşdikcə bizim də işimiz çətinləşir. Biz də daha çox davamlı olmalıyıq bu rəqabətə və bunun üçün də daha çox özlərimizdə çalışmalıyıq, öyrənməliyik, özümüzü inkişaf etdirməliyik və mən də bu yöndə fəaliyyətimi davam etdirəcəyimi düşünürəm. Səmimi bir sual verim. VSO-lu necə eləyib ki, sizin loyallığınızı bu qədər qazana bilib? Bizim dəyərlərimiz var. Elə o dəyərlərdən birincisi ədalət dəyəridir. Yəni şirkətdə ədalət sözdə deyil,
əməldə var. Mən öz strukturumdan nümunə verə bilərəm ki, hər bir əməkdaş sərbəst şəkildə mənimlə eyni fikirdə olmadığını söyləyə bilər, açıq şəkildə və arqumentini də söyləyə bilər və olur ki, fikri də mən dəyişə bilərəm. O adam, o bizim əməkdaş kim ki daha yaxşı fikir söyləyirsə, daha yaxşı təklif və həll verirsə, onu qəbul etməliyik. Və bu tək məndə belə deyil, bizim digər bütün rəhbərlərimizdə eyni yanaşmadır və mən illər öncə VSOL-da bu ədalət mühitinin olduğunu hiss edə bildim və təbii ki, bu da sonra öz həyatımda da bunun real əksini gördüm və başqalarında da görürəm deyə və artıq burada loyal olmamaq bu şəxsi gərək problem olsun ki, loyal olmayasan yəni. Normal düşüncəli insan loyal olmalıdır və bizim kimi, mənim kimi yüzlərlə VSOL-da loyal kadrlar var ki, hansı ki 10 il, 15 il, 20 il, hətta 25 ilin üzəridir ki, bu şirkətdə çalışırlar. Nəzərə alsaq ki, VSOL şirkətlər qrupunun 30 il yaşı var. Yəni nəzərə alın ki, 30 il öncə bizlə çalışan insanlar var ki, hələ də bizim şirkətdə çalışırlar. Fantastikadır. Məncə elə ən böyük uğurumuz elə odur. Razıyam. Çünki bəzən qarışdırırlar bizneslər. Məsələn, müştəri öncəlikdir deyilir. Bəli, müştəri öncəlikdir. Amma unudulmamalıdır ki, əməkdaş da var. Bu müştərini əldə saxlayan bir əməkdaş var və həm də həmin əməkdaş axı özü də müştəridir. Bəli. Demək ki, biz başlamalıyıq birinci daxili müştərilərdən. Biz daxili müştərini məmnun edə bilməyəndən sonra heç bir halda xarici müştərinin məmnuniyyətindən danışa bilmərik və ya danışa bilərik, bu ancaq sözdə qala bilər. Sözdə qalacaq. Biz birinci daxili müştərilərimizin məmnuniyyətini təmin etməliyik. Onlar üçün şəffaf iş mühiti yaratmalıyıq, şəffaf ortam yaratmalıyıq. Yəni həyat təkcə işləməkdən ibarət deyil. Hər bir insanın özünün qayğıları var, çətinlikləri var. Çalışmalıyıq ki, əməkdaşlarımızın yanında olaq. Onları özümüzə əziz, doğma kimi qəbul edək. Yəni bu insan mənim üçün əzizdir, dəyərlidir, mənim dostumdur, yoldaşımdır, əzizimdir kimi yanaşmayla yanaşmalıyıq. Nəinki bu insan mənim əməkdaşımdır, mənim işçimdir ki, mənim xoşum gəlmir bu sözdən, adətən işçimdir sözündən bir çox yerlərdə eşidirəm. Yəni o yanaşma ilə inkişaf olmaz. İnsana dəyər verilməlidir. Birinci insan olduğu üçün dəyər verilməlidir hər şeydən kənar. İnsanın işində problem ola bilər, səhv ola bilər. O səhvin həlli üçün rəhbər nə edir? Rəhbər ona baxmalıdır. Biz o əməkdaşı, biz o həmkarı necə yönləndirdik ki, o düz eləsin? Və ki, bizi onu məcbur elədik ki, nəyəsə səhv eləsin. Bunu düşünmək lazımdır. Və yaxud bu bir dəfə səhv elədi. Onu öyrətmək üçün biz nə etdik? Onun ikinci dəfə səhv etməməsi üçün biz nə etdik? Yəni kimisə günahlandırmaq çox asandır, çox rahatdır, tələb eləmək də çox rahatdır, çox asandır. Cəza da çox asandır. Hamısı. Bəli, cəza da asandır, amma biz onu necə istiqamətləndirir ki, növbət dəfə səhv etməsin. Qazanmaq lazımdır. Bəli, yəni insanı insan kimi qəbul etmək lazımdır, qazanmaq lazımdır. Ondan sonra bir komanda şəklində əl-ələ verib işləmək lazımdır. O zaman oradakı insanlar məmnun olacaqlar, mutlu olacaqlar, xoşbəxt olacaqlar və həmçinin də bayaq dediyim məsələ, yəni hər bir struktur rəhbəri öz strukturunda bu işi yaratmalıdır. Yəni gözləməli deyil ki, HR gələcək, hamımızı xoşbəxt eləyəcək. Bizim üçün sağlam mühit yaradacaq. Yəni belə bir dünya yoxdur. Və yaxud şirkətin sahibkarı, şirkətin CEO-su hamımızı xoşbəxt eləməlidir. O bir nəfərdir, biz 25 min nəfərik. Bir nəfər 25 min nəfəri xoşbəxt edə bilməz. Zaten bizlər ona görə ordayıq ki, hərəmiz öz idarə etməmizdə olan 50 nəfəri, 60 nəfəri, 100 nəfəri, 1000 nəfəri xoşbəxt edə bilsə, sonunda o 25 min nəfər xoşbəxt olmuş olacaq. Çox qəşəng nöqtəyə vurğuladınız. Çünki bugün rəhbər pozisiyada olan insanlarda gördüyüm ən böyük minus HR-dan gözləmək, rəhbərdən gözləmək, ondan gözlə, bundan gözlə, amma özü öz tabeçiliyindəki adamlarla hələ o istədilən kommunikasiyanı qurmayıb. Bəli, və bundan başqa bir belə deyək də rəhbər xüsusi status deyil də, yəni nəzərə almaq lazımdır ki, rəhbər olmaq sadəcə ekstra məsuliyyət deməkdir və ekstra səlahiyyət deməkdir. Bəli. Biz hamımız eyni insanlarıq, eyni cəmiyyətdə yaşayırıq, eyni ölkədə, dövlətdə yaşayırıq, eyni dünyada yaşayırıq. Bizim düşüncələrimiz bir-birimizdən fərqli ola bilər. İndi məndən bir ranq belə deyim, aşağıda çalışan insanın məndən düşüncəsi fərqlidir deyə mən niyə onu cəzalandırmağa çalışmalıyam və ya onun fikrini dəyişməyə çalışmalıyam ki, mənlə eyni fikirdə olmalısan. Belə bir dünya yoxdur. Belə bir yanaşma yoxdur. Çalışmaq lazımdır ki, o fikirlə, onun fikri ilə mən öz fikrimi necə uzlaşdıra bilərəm? Necə ortaq nöqtəni tapa bilərəm? Və bu da əməkdaşın borcu deyil ha. Bu elə rəhbərin borcudur ortaq nöqtəni tapmağa. Necə ki o cinayət məcəlləsində var da, belə bir qayda var ki, günahsız özünün günahsız olduğunu sübut eləməli deyil. Bəli. Onun günahkar olduğunu ona sübut eləmək lazımdır. Bu da bir növ ona oxşur. Yəni
əməkdaş bizlə eyni fikirdə olmaq məcburiyyətində deyil. Biz onunla eyni fikirdə olmağa ortaq nöqtəni tapmalıyıq. Hə, əməkdaş yenə deyirəm, səhv düşüncədə ola bilər, səhv fikirdə ola bilər. Ona düzgün yolu göstərmək lazımdır. Düzgün fikri ona izah eləmək lazımdır və ora qədər ki, o qəbul eləyəcək. 5 dəfə lazımdırsa, 5 dəfə, 10 dəfə lazımdırsa, 10 dəfə lazımdırsa, ona bir günü səhərdən axşama kimi həsr eləmək lazımdır. Yalnız bir əməkdaşa. Ona yönlənmək lazımdır. Başqa bütün işləri qoymaq lazımdır kənara. Qazanmadığınız əməkdaş olub, qazana bilmədiyiniz. Qazana bilmədiyim əməkdaş Əlviziniz. açığı xatırlamıram. Doğru. Xatırlamıram çünki yenə deyirəm, hamısına eyni yanaşma edirəm. Qarşımdakının kim olmasından asılı olmayaraq, hansı dərəcədə savad sahibi olmasından asılı olmayaraq hamısına eyni yanaşmalı edirəm. Mənim üçün insan seçimində, əməkdaş, həmkar seçimində birinci kriteriya insani dəyərlərdir, insani keyfiyyətlərdir. İnsanın insani dəyərləri və keyfiyyətləri yerindədirsə, o işi öyrənəcək, iş üstündə də öyrənəcək. Müəyyən bir təbii ki, təhsil səviyyəsi olmalıdır, nəzəri bilikləri olmalıdır. Mən demirəm heç olmalı deyil. Xeyr. Onlar zaten testlərlə müəyyən olunur. İmtahanlarla müəyyən oluna bilir, ölçülə bilir. Amma insani keyfiyyətlər, dəyərlər heç nə ilə ölçülə bilmir və sonradan da qazanıla bilmir. Qazanıla bilmir. Və ölkədə milyonlarla insan yaşayır. Yaxşı kadrlarımız var, savadlı həqiqətən gənclərimiz var, kadrlarımız var. Sadəcə bunları doğru istifadə etmək lazımdır. Doğru müəyyən etmək lazımdır. Onlara dəstək olmaq lazımdır. Bəli. Yəni bizim işimiz, rəhbərlərin işi təkcə işi idarə etmək deyil, gündəlik tapşırıqları icra etmək deyil, planları icra etmək deyil, hədəflərə çatmaq deyil, həm də insan yetişdirmək deyil. Biz baxmalıyıq karyeramızda, arxamızda hansı izlər buraxmışıq. O izlər əslində o insanlardır. Hansı ki, məsələn, bizim şirkətdə mən görəndə ki, mənimlə bir yerdə, digər strukturlarda çalışmış həmkarlarım indi daha yaxşı yerlərdədirlər. Mən buna sevinirəm. Və hər zamanda əməkdaş axtaranda mən hər komandamdan kimisə tövsiyə edirəm. Yəni çəkinmirəm ki, bu insan gedəcək, mənim işim axsayacaq. Lazımdırsa, o gedən əməkdaşın yerinə özüm işləyirəm, amma o əməkdaş üçün başqa strukturda inkişaf perspektivi varsa, mən onu özüm tövsiyə edirəm ki, bu insanı orada dəyərləndirin. Yəni mən orada adam tapıya da bilərəm bir müddət, əziyyət çəkərəm, orada özüm işləyərəm və yaxud başqa həmkarlarımızdan dəstək alaram ki, real praktikamda bu olubdur və bu gün onunla mən sevinirəm, fəxr edirəm. Şəxsi mənəvilərinizi kiminsə şeyindən üstün tutmursunuz. Bəli. Mütləq şəkildə bu belə olmalıdır. Yəni insan yetişdirməyə bacarmalıyıq, kadr yetişdirməyə bacarmalıyıq da bunu kimdənsə gözləmək lazım deyil. Bəlkə də bizim də ölkəyə dəyərimiz, ölkəyə töhfəmiz bundan ibarətdir. Yəni biz ancaq gəldik, qazandıq, işlədik, nəyisə müəyyən maddi nemətlər əldə elədik. Bu belə olmalı deyil. Materialist dünyada yaşamaq deyil. Və yaxud ancaq nə bacarırıqsa övladlarımız üçün edək, ailəmiz üçün edək. Bu da doğru bir yanaşma deyil. Təbii ki, onlar öncəlikdir. Hər bir insanın ailəsi öz üçün dəyərlidir, övladları və s. Bunlar öz yerində, amma biz cəmiyyətə hansı töhfəni veririk qlobal baxanda? Öz şirkətimizə hansı töhfəni veririk? Çünki dolayısıyla mənim şirkətə töhfəm şirkətin ölkə iqtisadiyyatına töhfəsi deməkdir. Mən bir nəfərə töhfə verirəm, o bir nəfər başqa bir 3 nəfərə, 5 nəfərə və bu şəkildə bir qlobal töhfə vermiş oluruq. Sonda da dünyamıza töhfə vermiş oluruq. Faydalı bir insan oluruq. Ramin bəy, sizlə söhbət etmək çox xoş idi. Məncə neçə dəqiqə keçdi? Bir saatı vurdu. 1 saat olub. Aynen. Heç hiss eləmədim. Heç mən də hiss elədim. Çox qəşəng söhbət alındı. Təşəkkür edirəm bugün vaxt ayırdığınıza görə. Həqiqətən çox xoş oldu. Sonuncu izləyicilərimizə, əsasən də gənclərə deyəcəyiniz bir fikir varsa səsləndirə bilərsiniz. Yenə fikrim eyni yerdəndir. Əziyyət çəkməkdən qorxmasınlar, çəkinməsinlər, zəhmət çəkməkdən qorxmasınlar, çəkinməsinlər. Hər gün öyrənsinlər, oxusunlar, araşdırsınlar və təkcə şəxsi karyeralar haqqında da düşünməsinlər, elə həm də iş həyatı ilə yanaşı öz şəxsi həyatlarını da inkişaf elətdirsinlər, ailə dəyərləri üzərində sağlam yaşasınlar. Bu zaman inkişaf olacaq onların özləri üçün də, bizim cəmiyyətimiz üçün də, ölkəmiz üçün də, dünyamız üçün də. Düzdür. Sizə də bir daha təşəkkür edirəm bu şəraiti yaratdınız, bu çəkilişdə bugün biz iştirak elədik. Xoşdur. Mənim üçün bu qürur verici idi ki, sizlə bir yerdə bir çəkiliş elədik. Çox sağ olun. İnsanlara bir fayda ötürəcəyik. Əslində mən də bu çəkilişi edirəm ki, sizin fikirlərinizi insanlara ötürüm. Ən azından 1-2'si fayda götürsə mənə nə mutlu. Təşəkkür edirəm. Çox sağ olun. Şad oldum. Minnətdaram. Sağ olun.